Burada səbəb iki cür ola bilər ki, birinci növbədə oynaq rentgen olmalıdır, baxmalıyıq ki, bu ağrılar çiynindən gəlir, yoxsa boynundan gəlir. Boyun müayinə olmalıdır və çiyin müayinə olmalıdır. Palpasiya ilə, rentgenlə, MRT-nin nəticəsində tam müayinə edəndən sonra araşdırmaq lazımdır ki, qolun ağrısı nəyə görə səbəbidir. Ya da çox vaxtı biz MRT-də müayinəsi keçirdə bilərik ki, ola bilsin ki, orada tunnelin sindromu ola bilsin ki, hardasa o sinirin çıxılmasının nəticəsində ağrı da ola bilər. Həm də qol qalxmır, müayinə eləmək lazımdır ki, gücsüzlüyün nəticəsində bu qol qalxmır, yoxsa ağrının nəticəsində. Çünki çox vaxtı da müayinə nəticəsində deksinometriya keçirilir, bir də qan analizi nəticəsində fikir verirsən ki, hansısa maddələr orada çatışmır, osteopeniya ya osteoporoz əmələ gəlir. Yəni ki, sümüklərin mineral kütləsi boşalma gedir, çatışmamazlığın nəticəsində də bu hallar baş verə bilər. Ona görə birinci növbədə tam araşdırmaq lazımdır, anamnez toparlanmaq lazımdır. Müayinə eləyəndən sonra, dəqiq diaqnoz qoyandan sonra fikirləşmək olar ki, müalicənin hansı növünü biz tətbiq eləyə bilərik.